Salam əziz YouTube izləyicilərim. Bugün sizinlə çox sevdiyim və mənə inanılmaz xoş hisslər yaşadan bir gün paylaşmaq istəyirəm. Mən əvvəllər 3 və 6 yaşımda da ata minmişdim, amma bu dəfə tamam fərqli idi. Bu mənim 3-cü dəfə at sürməyim olsa da, ən gözəl və unudulmaz hissləri məhz bu dəfə yaşadım. Atlarla vaxt keçirmək mənə çox pozitiv enerji verdi. Özümü çox xoşbəxt və rahat hiss etdim. Həm çox maraqlı idi, həm də yaddaşıma gözəl xatirə kimi yazıldı. Bugün atları daha da çox sevdim. Ümid edirəm videonu siz də bəyənəcəksiniz.